Morocco, located in North Africa, is known for its stunning landscape, rich history, and vibrant culture. Morocco, North America, Şimali Afrikanın deməli Afrikada yerləşir. Is known bilinir, stunning landscape, heyrətamiz gözəl mənzərəsi, rich history, zəngin tarixi, and vibrant culture, yəni canlı mədəniyyəti ilə. With a population of over 37 million people, əhalisi 37 milyondan çox. Morocco borders, Moroccanın yəni sərhədləri, Atlantic Ocean, the Mediterranean Sea, Aralıq dənizi, and countries, ölkələr like Algeria, Algeria kimi ölkələr. Its capital city is Rabat, onun paytaxt şəhəri Rabatdır. But the largest and most famous city is Casablanca. The largest, sifətin üstünlük dərəcəsi ən böyük, the most famous, ən məşhur şəhəri Casablancadır. A major economic hub, ən böyük ekonomik, yəni iqtisadi hub mərkəzi. Morocco's geography is incredibly diverse. Morocco'nun coğrafyası incredibly, inanılmaz dərəcədə fərqlidir. Featuring the Sahara Desert. Səhra ilə səhranın adıdır. The Atlas Mountain, Atlas dağları, and the long coastline və uzun sahil xətti stretching for more than 1.800 kilometers. Bir tam, deməli, mində deyək də 800 kilometr stretching, yəni uzanan coastline, sahil xətti, Atlas dağları, səhrası ilə səciyyələnir. Morocco's history is a blend of Arab, Berber and European influences. Morocco'nun tarixi blend of, qarışıb ərəblər, Berber və Avropa influences, yəni təsiri ilə. The country, influence təsir etmək demək. The country gained independence, ölkə gained, qazandı müstəqillik from France, Fransadan in 1956 and has since preserved its unique cultural heritage. 1956-cı ildə müstəqillik qazandı Fransadan. Since o vaxtdan bəri preserved, qoruyur, it is, yəni onun unique, yeganə, özünə məxsus cultural heritage, mədəni irsini. The city of Marrakesh, Marrakeş şəhəri, often called the Red City, tez-tez qırmızı şəhər adlanır. Is renowned for its medians, colorful markets and landmarks like the baxın bu Katobia Mosque. Deməli, Marrakeş the city of Marrakeş şəhəri harada qalmışdıq? Marrakeş burada qalmışdıq. Şəhəri often qırmızı şəhər adlanırdı. Renowned bilinir for its historic Mədinəs. Mədinəs yəni onlara məxsus bir şeydir. Its historic, öz tarixi mədinələri ilə. Colorful markets, rəngli marketləri, and landmarks, landşaftı, like the Katobia Mosque, Katobia kilsəsi kimi. Another fascinating feature of Morocco is the ancient city of Fez. Another digər fascinating, heyrətamiz feature xüsusiyyəti Morocco'nun is the ancient, qədim Fez şəhəridir. Home to one of the world's oldest universities, one of biri deməkdir, dünyanın oldest, ən qədim universitetlərdən one of birinin home, evi. The University of Al-Qarashin found in deməli 859. Deməli, eramızdan 859-cu ildə founded, əsası qoyulmuşdur. University of Qarashin, Qarashin Universitetinin dünyanın ən qədim universitetlərindən
Eid uşaqlar AD kimi oxunacaq. Bu yəni 859-cu ildə kimi məna verir. Morocco is also famous for its cuisine. Morocco həmçinin məşhurdur özünün kuzin, yəni mətbəxi ilə. Sonra with dishes like tagine and couscous being loved worldwide. Tagine və couscous loved, sevilir worldwide, dünya səviyyəsində. Moreover, əlavə olaraq, the annual GNO World Music Festival, annual yəni illik GNO Dünya Festivalı, Dünya Müzik Festivalı held keçirilir in Astoria, highlights the country's deep-rooted musical tradition. Highlighted, vurğulayır ölkənin deep-rooted, yəni dərin köklü musiqi traditions, adətlərini. Today, Morocco continues to attract millions of tourists every year. Bugün Morocco cəlb edir milyonlarla turisti hər il, drawn by its culture and natural beauty. Yəni onun mədəniyyətini və natural, təbii gözəlliyini çəkir. Burada draw elə şəkil çəkmək var, ha, o həm də diqqət çəkmək mənasında istifadə olunur. Gəldik digər mətnimizə. Azerbaijani weddings are lively, meaningful events that reflect the country's rich culture traditions. Azərbaycan toyu are lively, yəni canlı, meaningful, mənalı events, hadisələrlə that hansı ki reflect the country's rich culture, əks elətdirir ölkənin zəngin mədəni adətlərini. Usually, adətən lasting for 2 or more days, last davam edir. For 2 or more days, 2-3 gün daha çox gün ərzində. Wedding begin with a formal engagement. Wedding, yəni toy begin başlayır with a formal, rəsmi engagement, nişanlanma mərasimi ilə. Where hardakı the families exchange gifts and blessings. Ailələr exchange, mübadilə edir, dəyişir. Gift, hədiyyə, and blessing və yaxud da belə xeyir-dua. The actual wedding day is filled with music. Actual, yəni ümumi, toy günü, filled with music, yəni musiqilərlə dolu, dancing, rəqslər, and large feast və geniş qonaqlıqlarla doludur. Traditional instruments, ənənəvi alətlər like the zurna and nağara kimi set the mood, yəni əhvalı artırır, and colorful national customs, rəngarəng national milli kostyumlar often add, tez-tez əlavə olunur, charm to the event, yəni hadisələrin, toy hadisələrində də tutur, şarmı üçün, ya cəlbedici olması üçün milli kostyumlar, rəngarəng kostyumlar da əlavə olunur. This celebration often involves both modern and traditional elements. Bu celebration, bayramlar, mərasimlər often involve, tez-tez cəlb olunur. Both modern, müasir və ənənəvi elementlər cəlb olunur bu tədbirlərə, mərasimlərə. Combining centuries-old customs with contemporary touches. Deməli, centuries, əsrlərə dayanan qədim customs, adətlər, ənənələr with contemporary touches, yəni müasir toxunuşlar ilə əsrlərə dayanan qədim mədəniyyət ənənələr combining birləşir. Hospitality plays a major role with dozens or even hundreds of guests invited to celebrate. Qonaqpərvərlik əsas rol oynayır, major əsas rol oynayır. Dozens, onlarla or even hundreds, hətta yüzlərlə guests, qonaqlar invited, dəvət olunur to celebrate, yəni bu tədbirə, mərasimə. The bride and groom are treated like a royalty and various symbolic rituals take place. Bride, gəlin, and groom və bəy treated, davranırlar like royalty, yəni krallıq ailəsi kimi. And və various fərqli simvolik rituallar take place, baş verir. Such as, məsələn, walking under a scarf or breaking a plate to bring good fortune. Yəni
şərfin altından yerimək, breaking a plate, boşqab qırmaq, to bring good fortune, yəni yaxşı uğur gətirir, şans gətirir. In rural areas, kənd ərazilərində, some communities, bəzi cəmiyyətlər still hələ də follow older customs, köhnə adətləri izləyir. While in cities, weddings may be held in glamorous banquet halls. Deməli, şəhərlərdə toy mərasimləri, weddings, toylar, glamur banket zallarında keçirilərkən, yəni şəhərlərdəki deyir, adətlər izlənir, kəndlərdə adətlər izlənir. Despite regional differences, regional fərqlərə rəğmən, the core values of love, sevginin əsas özək values dəyəri, family, ailə and unity are central in every Azərbaycan wedding. Unity birləşmədir. Azərbaycanın deyir, yəni toy, Azərbaycan toy mədəniyyətinin central əsasında ailənin və ailə dəyərlərinin sevgi əsas götürülür və bunların birləşməsi öz həllini tapır. These joyful events not only unite two people, bu sevindirici hadisələr not only, nəinki two people, iki insanı birləşdirir, but also həmçinin bring families, ailələrə gətirir, bring families and communities closer, ailələri və communities, yəni cəmiyyət icmaları, icma yəni tutaq ki, bir ailə onun çevrəsini nəzərdə tutur, closer yaxınlaşdırır. Passing cultural values to the next generation through festive celebrations. Passing, ötürmək mədəni dəyərləri to the next generation, növbəti nəsillərə. Bu bayram celebration, bayramlardan keçir. Yəni through festive celebration, bu bayramlardan keçir. Through yəni bir şeyin içərisindən keçmək mənası verir. Festive, bayram, celebration da yəni mərasimləri nəzərdə tutur.